Göygöldə kəndli fermer təsərrüfatından naməlum şəxslər silah gücünə çox sayda heyvan aparıblar. Oğurluq nəticəsində təsərrüfata ciddi maddi ziyan dəyib. Balaca quzular da var. Hazırda anasız qaldıqları üçün tələf olma təhlükəsi ilə üz-üzədirlər. Hadisə gecə saatlarında baş verdiyi üçün gözətçi vəziyyətdən xəbərsiz olub. Fermer ailəsi aidiyyatı qurumlardan hazırda kömək istəyir. Silahlı şəxslər 62 baş xırdabuynuzlu heyvan oğurlayıb. 70-ədək südəmər quzu anasız qalıb. Mən bu quzulara görə yazığım gəlir. Bu quzulara görə ürəyim ağrıyır. Buna bax. Hadisə Göygölün Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən kəndli fermer təsərrüfatında baş verib. Gecə saat 2-3-ün yarısında oğurlar gəlib avtomatlı 62 başı ana qoyunu daradıb aparıbdılar burada. Kamerada düşübdü, üzləri maskalıdır, əllərində avtomat var. 2 nəfər görükür, kamerada 2 nəfər görükür. Ağzı yuxarıda, avtozavod o tərəfdə haylıyıb heyvanlara aparıbdılar. 2 nəfəri daha izlədik, getdi su kanalıdır. Su kanalından heyvanlar keçir yuxarı, taxıllıqla aparırlar. Ta oradan sonra bugünə kimi heç bir xəbəri yoxdur. Hadisə vaxtı gözətçi yatdığına görə oğruların gəlməyindən xəbər olmayıb. Elə bir vaxt gəlib bu əclaf alsaq, elə bir vaxt gəlib götürüb bu heyvanları aparıb ki, yəni bu gözdəkisi də yorğun olurdu. Dünən də heyvanları biz çimizdirmişik, yorğun olub yatıbdı burada, xəbəri olmayıbdı. Ona görə hər bir vətəndaşdan xahiş edirəm. Kim görübsə də, kimi xəbəri varsa da bunu işıqlandırsınlar, bizə də məlumat versinlər. Polisə müraciət eləsinlər, desinlər, bu heyvanları falan yerdə gördük. Quzular hazırda əllə yemlənir. Lakin belə davam etsə onların tələf olmaq təhlükəsi var. Bu quzular hamısı acından ölürlər, mələklər, anası yoxdur, körpə quzulardır, 10 günlük, 5 günlük, 20 günlük quzulardır. Hamısı öləcəkdir, hamısı məhv olub ölüb gedəcəkdir. Heç asla bir dənəsi də qalandı ölüb bu quzuların. Ölməz də, bu qədər quzu hayf, məhv olacaq bu. Bu qədər quzunu bir-bir əlindən yedirtməlidir. Məcburluqda yazığımız gəlir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, oğurluq faktı ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanıb. Əməli törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Rasim Əziz, Fidan Əsədli, Xəzər.